Mövzumuz paragraf 4.2 qraf informasiya modeli. Praktika əsaslı bir mövzudur. Uşaqlar dərsin əvvəlində yenə deyim, ola bilər kimsə dərsə qoşula bilməyib, sonradan videoya baxacaq. Modelləşdirmə mövzusu, xüsusən qraflarla bağlı olan hissə çoxlu praktika tələb edir. Praktika dediyim şey nədir? İndi mən sizə bəzi nümunələr göstərəcəm. Udemy-dəki videolarda da var. Bax, siz cədvəlləri doldurmalısınız, qrafa uyğun cədvəl qurmalısınız, cədvələ uyğun qraf qurmalısınız. Bu şəkildə çox ciddi formada işləməlisiniz. Praktika eləyəndən sonra görəcəksiniz ki, mövzu sizə daha aydın olur. Uşaqlar, burada bir-iki dənə tərif var. Bu təriflərə toxunacağıq. Daha sonra isə qrafların praktiki əhəmiyyəti nədir, harda istifadə olunur, niyə görə bu mövzunu keçirik? Qısaca bundan danışacağım. İlk olaraq təriflərə baxası olsaq, deyir ki, qraf informasiya modeli ilə bağlı, baxın, birinci, öz aralarında ixtiyari formada birləşmiş müəyyən sayda obyektlərdən, elementlərdən ibarət olan struktura qraf və ya şəbəkə deyilir. Uşaqlar, qraf və şəbəkə eyni anlayışlardır, amma bundan sonra əsasən bu qraf terminini istifadə eləyəcəyik. Öz aralarında ixtiyari formada birləşmiş müəyyən sayda elementdən ibarət olan struktura. Baxın, bu şəkli orta məktəb kitabından götürmüşəm. Deyir ki, xəritədə müxtəlif bölgələr var. Amma xəritə qarışıqdır. Xəritədə, məsələn, struktur, dağlar, yollar, çaylar, bir çox şeylər görünür. Və xəritəni başa düşmək çətindir. Amma biz xəritədən, məsələn, şəhərləri, məntəqələri götürüb belə ayrıca yazsaq, daha sonra da, məsələn, Oğuz və Qəbələ arasında yol var. Bunu göstərmək üçün bu ikisini xətt ilə birləşdirsək, bu zaman bunu başa düşmək daha asan olar. Deyə bilərsiniz ki, mən xəritəyə də baxıb başa düşürəm, bir problem yoxdur. Amma uşaqlar, burada məsələ mənim, sənin başa düşməyin deyil. Burada məsələ kompüterin başa düşməsidir. Yəni, baxın, bu qraf kompüterlərdə praktiki olaraq tətbiq olunan bir anlayışdır. Yaxşı, harada tətbiq olunur qraflar? Xəritə sistemlərində, Google Maps kimi sistemlərdə, Waze kimi sistemlərdə, məsələn, əsasən taksilərdə, harasa gedəndə, elə bir çoxlarınızın valideynləri də böyük ehtimal ki, Waze-dən istifadə edir, digər proqramlardan istifadə edir. Və bunların təməlində qraflar dayanır. Yəni, bu xəritələrin sadələşdirilmiş bənzəridir. Sadələşdirmə kompüter tərəfindən xəritənin, məntəqənin, gediləcək yolun seçilməsini asanlaşdırır. İndi baxın, uşaqlar, təməldə, girişdə biz demişdik ki, kompüterlər sıfırları və birləri başa düşür. Hər şey 0-1 olaraq başa düşür. İndi Oğuz və Qəbələ arasında birbaşa yol varsa, buradakı xətt bu yolun olduğunu göstərmək üçün olan bir xəttdir. Bax, əgər yol varsa, kompüter bunu 1 olaraq qəbul edir, başa düşür. Belə özü üçün yadda saxlayır. Amma Oğuz ilə Ağdaş arasında dolayı yolla yol var, birbaşa yol yoxdur. Birbaşa yol olmadığına görə kompüterdə bu 0 olaraq qeydə alınır. Və bayaq dediyim məsələyə bir də qayıdıram. Xəritə kompüter üçün daha qəliz görünür, amma onu qraf formatında sadələşdirsək, kompüterin, proqramların onu başa düşməsi daha da asanlaşır. Yəni, bu mövzu elə-belə boş bir mövzu deyil. Praktiki əhəmiyyəti çox böyükdür. Ola bilər ki, gələcəkdə seçdiyiniz ixtisasdan asılı olaraq qraflarla daha ciddi formada işləyə bilərsiniz. Baxın, növbəti tərifimizə. Qrafı təşkil edən obyektlər təpə. Bu obyektləri birləşdirən xəttlər isə til adlanır. Yəni, sağ tərəfdəki nümunə üzərindən geçsək, bu Oğuzdur, Qəbələdir, İsmayıllıdır, Şamaxıdır və s. Bunlara təpə, bəzən də element deyirik. Bunları birləşdirən xəttlər isə adlanır til. Sol tərəfdə də bunu daha sadə formada görə bilirsiniz. Belə uşaqlar, birazdan yenə praktiki tərəfdən danışacağım sizə. İndi keçirik növbəti hissəyə. Qrafların təqdim olunması. Uşaqlar, ilk növbədə onu deyim ki, bax, bu qraf və buna uyğun olan cədvəlin boş variantı Udemy-də olan PDF-də var. Siz həmin PDF-i endirin, yəqin ki, endirmişsiniz artıq. Əgər kiminsə evində printer varsa, çap eləyə bilər. Çap eləyib üstündə işləyə bilərsiniz. Kiminsə evində printer yoxdursa, kağız üzərində bu cədvəli çəkin, sonra başlayın buna uyğun olaraq cədvəli doldurun. İndi təriflərə baxacaq və sonra mən sizə bunun doldurulma qaydası haqqında danışacağım. Birinci tərifimizdən başlayırıq. Qraflar qonşuluq siyahısı budur, bu sol tərəfdə olan və qonşuluq matrisi şəklində, o da sağ tərəfdə olandır. Əsas bizə matris lazım olacaq.
təqdim olunur. Və keçirik ikinci tərifimizə. Əgər qrafın n təpəsi varsa, məsələn, burada baxın, 1, 2, 3, 4, 5 dənə təpə var. Bu zaman deyir, n sətr və n sütundan ibarət olan bir cədvəl, iki ölçülü matris alınır. İki ölçülü sözü o qədər də önəmli deyil. Kitablarda yazıldığına görə bunu bu şəkildə yadda saxlayın, mütləq. Belə uşaqlar, iki ölçülü matris. Və indi baxın, birinci olaraq biz bu qonşuluq siyahısına baxacağıq. Qonşuluq siyahısı daha sadədir. Gəlin belə eləyək. Bax, mən burada yazılmış məlumatları bu ağ rəngi ilə silirəm və bunun doldurulma qaydasına özümüz gəlin baxaq. Biz bunu necə doldurmalıyıq? Deməli, təpələrə diqqət eləyəsi olsaz, A, B, C, D, Y şəklində təpələr adlandırılıb. Sol tərəfdə təpə yazılan hissədən bunları yazırsınız. İndi səliqəli olsun deyə əlifba sırası ilə yaza bilərsiniz. Belə daha yaxşı olacaq. Daha sonra keçirsiniz növbəti mərhələyə. Deyirsiniz ki, A təpəsi hansı təpələrə birləşir? Yəni, birbaşa tillərə baxırsınız. Dolayı yoldan olanlara yox. Birbaşa tillərə baxırsınız. Və görürsünüz ki, A-dan birbaşa yol gedir B-yə və gedir Y-yə. Gəlirsiniz, burada A-nın qarşısına yazırsınız B və Y. Sonra keçirsiniz növbəti təpəyə, B təpəsinə. B-dən baxırsınız tillərə. A-ya gedən til var, Y-yə gedən, D-yə gedən və C-yə gedən. Buradan da eyni formada B-dən başlayıb A, əlifba sırası ilə yazacağım, C, D, Y yazırsınız. Və digərlərində eyni qaydada davam elətdirərsiniz. Bunu mütləq evdə praktik edin uşaqlar. Mütləq özünüz çəkin və yazın ki, daha aydın olsun sizə. Amma indi bir dənə vacib məsələ var. Birinci növbədə burada yazılan hamısını silirəm ki, cədvəl tam formada əks olunsun, görünsün bizdə. Və keçirik növbəti mərhələyə, növbəti bir məsələyə. Uşaqlar, baxın, A və B arasında bir dənə til var. Bu tildən söhbət gedir. A və B arasında bir dənə til var. Amma biz bu tilə görə bir dəfə bax, A-nın qabağına hərfləri yazanda A-dan B-yə yol var deyib, bir dəfə bura B yazırıq. Sonra keçirik, burada B-ni işləyirik. B-ni yazanda təzədən B-dən A-ya yol var deyib, təzədən gəlib bir də burada A yazırıq. Bax, bunun məntiqini tutun. Özünüz doldursanız, bu tam beyninizdə oturacaq. Ona görə deyirəm, praktik eləməlisiniz. Bax, normalda A və B arasında bir dənə sadəcə til var idi. Sadəcə bir dənə til var idi. Amma biz bu tilə görə burada, bir dənə burada, bir dənə də burada. İki dənə yerdə hərf yazdıq. Onda buradan necə bir əlaqə çıxartmalıyıq, uşaqlar? Hər şeyi təzədən silirəm. Və buradan tilləri sayıram. 1, 2, 3, 4, 5 və 6. Burada var 6 dənə til. Amma siz buradan sol tərəfdəki hərfləri sayası olsaz, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Görəcəksiniz ki, 12 dənə hərf var. Bu niyə meydana çıxır? Bax, hər bir tilə görə burada 2 dənə hərf yazdığımıza görə meydana çıxır. Bunu belə nəzərə olaraq başa düşə bilərsiniz, yadda saxlamağa çalışa bilərsiniz. Amma özünüz cədvəli dolduranda bu daha möhkəm yadınızda qalacaq. Ona görə mütləq şəkildə praktika eləməlisiniz. Ox istiqamətində olanlara hələ var. Hələ təməl anlayışları. Onları bir-birinə qarışdırıb danışası olsaq, o zaman hər şey bir-birinə qarışmış olacaq. Tələsməyin. Yavaş-yavaş hissə-hissə öyrənməliyik. Hər biri beynimizdə ayrı-ayrılıqda oturmalıdır. İndi isə keçirik növbəti mərhələyə. Uşaqlar, bizim üçün daha önəmli olanı bu matrisin qurulmasıdır. Matrisi quranda bayaq mən sizə dediyim qaydadan istifadə edirsiniz. 0 və 1 yazırsınız. Yəni, A və B arasında tilin olmasını 1 vasitəsilə, amma A və D arasında A-dan D-yə til yoxdursa, bunu 0 vasitəsilə göstərirsiniz. İndi mən sizə 2 dənə sətri buradan siləcəm. 2 dənə sətri doldurulma qaydasını göstərəcəm. Daha sonra da siz yenə evdə özünüz bunu tam şəkildə doldurarsınız. Tam olaraq Udemy-dəki videoya da baxarsınız və PDF-i endirib tam şəkildə doldurarsınız. İndi baxın uşaqlar, A, B, C, D, Y. Buradan başlıq olaraq sətir başlıqları deyək. A, B, C, D, Y şəklində yazdıq və eyni şeyləri buradan da A, B, C, D, Y şəklində yazdıq.
Və keçirik növbəti mərhələyə. Baxırıq ki, A-dan hara til var. Bayaqki qaydanı tətbiq edəcəksiniz. A-dan B-yə gedən til var və A-dan Y-yə gedən til var. Bax, diqqətlə fikir verin. AB bura 1 yazırsınız və AY bura 1 yazırsınız. Yerdə qalanları qələmin rəngini dəyişim. Yerdə qalanları sıfırlarla doldurursunuz. Keçirsiniz daha sonra B-yə. Baxırsınız ki, B-dən hara yol var. Bax, bayaq göstərdiyim qayda ilə B-dən A-ya, C-yə, D-yə, Y-yə yol mövcuddur. B-dən A-ya, C-yə, D-yə, Y-yə yol mövcuddur. Və burada 0 yazırıq. Burada önəmli bir məsələ var, uşaqlar. Baş diaqonal anlayışı. İndi onu izah edəcəm sizə. Amma yenə də bayaqki kimi vacib bir məsələ artıq məntiqini tutdunuzsa, bax burada da görməlisiniz ki, AB arasında cəmi bir dənə til var. Amma bu tilə görə biz həm bura, həm də bura 1 yazdıq. Yəni hər tilə görə cədvələ 2 dənə 1 yazırıq. İndi uşaqlar, buradakı bütün məlumatları silirəm. Və bundan sonra belə eləyirəm. Deyirəm ki, əgər hər bir tilə görə cədvəldə 2 dənə yerə 1 yazılırsa, onda mən tilləri sayıb 2-yə vursam cədvəldəki birlərin sayını tapmış olaram. Belə suallar çıxacaq qarşımıza. Bax, 1, 2, 3, 4, 5, 6. 6 dənə til mövcuddur. Və məndən soruşsa, təkcə bu şəkli versə, məndən soruşsa ki, bunun üçün matris qurulsa, matrisdə neçə 1 olacaq? Tilləri sayırsınız, 2-yə vurursunuz və deyirsiniz ki, 12 dənə 1 olmalıdır. Bax belə. Bu həddindən artıq önəmlidir. Həddindən artıq önəmlidir. Və uşaqlar, indi gəlirik bu sonuncu anlayışımıza. Adi, yönləndirilməyən qrafın matrisi baş diaqonala görə simmetrikdir. Adi, yönləndirilməyən qraf. Biz yönləndirilmiş qrafdan sonra danışacağıq. Bu, hal-hazırda gördüyünüz qraf adi, yönləndirilməyən qrafdır. Və matris baş diaqonala görə simmetrikdir. Birinci, uşaqlar, ilk öncə onu yadda saxlayın ki, riyaziyyatda baş diaqonal anlayışı yoxdur. Amma informatikada qraflar nəzəriyyəsində baş diaqonal anlayışı var. Baş diaqonal sol yuxarı küncdən sağ yuxarı küncə olan diaqonaldır. Bu yox. Siz riyaziyyatda diaqonalı, məsələn, düzbucaqlının diaqonalı deyirsiniz də, düzdür. Baş diaqonal və s. anlayışı yoxdur. Amma burada baş diaqonal deyəcəyik. Sol yuxarı küncdən sağ aşağı küncü birləşdirən diaqonal. Bunu mütləq yadda saxlayın. Və bu baş diaqonala görə bir simmetriya var. Necə bir simmetriya var? İndi diqqət eləyin. Bax, bu qeyd elədiyim xana ilə, bu qeyd elədiyim xana, bu çəkdiyim xəttə görə riyaziyyatda var simmetriya. X oxuna görə simmetriya, Y oxuna görə simmetriya. Bax, o şəkildə. Simmetrikdir. Başqa birini göstərim. Misal üçün, baxın, bu və bu. Yenə baş diaqonala görə simmetrikdir. Və yaxud da, bax, bu qeyd elədiyim 2 dənəsi yenə də baş diaqonala görə simmetrikdir. Bu, hansı tip testlərdə bizə lazım olur? Məsələn, bax, burada 0 var. Bu, aşağı tərəfədə də X yazır. Və deyir ki, qırmızı ilə göstərim, daha dəqiq görünsün. Və deyir ki, X-i tap. Deyir ki, bu adi qrafdır. Sən o dəqiqə yadıma salmalısan ki, adi qrafdırsa baş diaqonala görə simmetriya var. Və daha sonra deyirsən ki, burada 0 varsa, bu da bundan simmetrikdir axı baş diaqonala görə. Burada da demək ki, 0 olmalıdır. Və bunların hamısını yenə də təkrar edirəm, uşaqlar. Bu, normalda əvvəlkilərdən görmüşəm. Siz riyaziyyatda, fizikada belə şeylərə öyrəşməmişsiniz, praktikaya öyrəşməmişsiniz. Təkrar qruplarda deyirəm, amma yenə də praktikanı çox eləmirlər. Və bunu ona görə təkrar deyirəm ki, siz buna görə bu cədvəli qurmalısınız ki, tam olaraq beyninizdə otursun. A, B arasında bir dənə til var, bura 2 dənə yazdım. Bunun mənası nədir? Niyə görə 2-yə vururuq? Niyə görə 2-yə bölürük? Bunları praktikasız heç bir şəkildə tam olaraq beyninizdə yerləşdirə bilməyəcəksiniz. Belə, uşaqlar, indi keçirik testlərimizə. Uşaqlar,
Çox sadə bir hesablama ilə burada cavabı tapa bilməliydiniz əslində. Şəkilə baxaq. Verilmiş qrafa uyğun qonşuluq siyahısı qurularsa cədvəlin ikinci sütununda, yəni burada cəmi neçə hərf yazılacaq? Elə biraz əvvəl izah elədim axı. Tilləri sayırıq. 1, 2, 3, 4, 5, 6. Tilləri sayırıq və vururuq 2. 12. Sadəcə olaraq bu. 0-1-lərdə olduğu kimi. İkinci sətir, buranı. Yox, sütun uşaqlar, diqqətli oxuyun. Diqqətli oxuyun, pis başladıq, diqqətli olun. 5. Burada düzlərimizin sayı, düz yazanların sayı daha çoxdur. Yenə standartdır. Verilmiş qrafa uyğun qonşuluq matrisi qurularsa, matrisdə neçə ədəd 1 yazılacaq. Uşaqlar, bir dənə sürətli şəkildə gedirəm. Baxın. A, A, B, C, D, Y, A, B, C, D, Y. Bunları yazdıq. Sonra baxırıq, A-dan B-yə və A-dan Y-yə til var. Deməli, bura 1 yazırsınız, bir də bura 1 yazırsınız. Yerdə qalanları sıfırlarla doldurursunuz. Sonra gəlirsiniz B-yə. B-yə gələndə B-dən A-ya, C-yə, D-yə, Y-yə. B-dən A-ya, C-yə, D-yə, Y-yə. Burada 0 yazırsınız. Yəni, bunu tam olaraq doldurmağınıza bu test üçün ehtiyac yoxdur. Praktik eləyəndə doldurarsınız. O heç. Amma indi bura qədər əgər bunu yazmısınızsa, məsələn 2 sətir yazdınızsa, avtomatik görməlisiniz ki, bax, burada bir dənə til var idi. Biz bu tilə görə AB. Bax, bir dənə bura 1 yazmışıq, bir dənə də bura 1 yazmışıq. Yəni, hər bir tilə görə 2 dənə 1 yazmışıq. Yəni, qısaca nə edəcəksiniz? 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə til varsa, vurduq 2-yə, hərəsindən ötürü 2 dənə 1 yazırıq. 14 dənə 1 bu cədvəldə alınacaq. Növbəti sualımız. Yaxşı, uşaqlar, birinci növbədə onu deyim ki, siz imtahanda, sınaqda belə bir sual qarşınıza çıxsa, belə bir sual görsəz, bunu sizə verməyəcək. Hələ təzə başlayırıq, sizə rahat olsun deyə mən bunu vermişəm. O sadəcə sizə bu sağ tərəfdəki qrafı, yəni şəkli verəcək və bu sualda eyni cür verilmiş qrafa uyğun qonşuluq matrisi qurularsa, matrisdə neçə sıfır olacaq? Bunu soruşacaq. İndi baxın, bunun təpələrinin sayı 1, 2, 3, 4, 5 dənə təpəsi var. Tərifimiz nə deyirdi? Əgər n sayda təpə varsa 5 vur 5 ölçülü bir matris alınır. Bax, matrisimizin ölçüsü budur. Şəkil olmasa belə, siz deyəcəksiniz ki, 5 dənə təpə varsa, 5 vur 5 bərabərdir 25. Bu ABC yazılan hissələri matris saymırsınız. O adlardır sadəcə olaraq, içərini sayırsınız. 5 vur 5, 25 dənə xana olacaq deyək. Cədvəl kimi fikirləşək, deyək 25 dənə xana var. İndi bundan sonra keçirsiniz növbəti mərhələyə. Deyirsiniz ki, burada 1, 2, 3, 4, 5, 6, 7 til var. Əgər 7 til varsa, hər tilə görə 2-dən 1 yazıq axı. 7 vur 2-dən
bu cədvəlin 14 dənə xanasına 1 yazılacaq. Və ümumi 25 xana varsa, bundan 14-nə də 1 yazırıqsa, yerdə qalan 11 dənə xanada da sıfırlar olacaq. Belə. Uşaqlar, indi burada baxacağımız anlayışlar tamamilə nəzəri anlayışlardır, amma önəmli anlayışlardır. Dərsi mövzunu öyrənəndə bu vacib tərifləri mütləq diqqətli formada yadda saxlayarsınız. Buradakı təriflər kitab cümlələridir. Kitab cümlələri. Və imtahanda da kitabdakı kimi, yəni orta məktəb kitablarında yazıldığı kimi düşür təriflər. Ona görə buradakılara öyrəşməyə, buradakı sözlərə, ifadələrə öyrəşməyə çalışırıq. Yaxşı, mümkün olduğu qədər. Mahiyyətini başa düşəcəyik, bir də buradakı cümlələrə baxacağıq. İndi baxın, sonuncudan başqa hər bir tilin son təpəsi, o biri tilin başlanğıc təpəsi olarsa, belə tillər ardıcıllığına yol deyilir. İndi deyəcəksiniz ki, bu tərif çox da anlaşılan deyil də. Yəni, nə demək istəyir bu? Demək istəyir ki, ən az 2 dənə tili götürüb belə birləşdirəsi olsaz, bu zaman buna yol deyirlər. Bax, normalda mənası bu qədər sadədir. Nümunə baxın, mötərizənin içərisində A, B, Y yolu şəklində yazılıb. Yəni, siz bunu bəsit olaraq belə fikirləşin. Təsəvvür edin ki, bu A, B, Y, F, D şəhərlərdir, ya da ki, yaşayış məntəqələridir, ya da müxtəlif tutaq ki, binalardır. A-dan B-yə gedib, oradan da Y-yə gedə bilərsiniz. A-dan B-yə olan yola til deyirik, buna da til deyirik. Sən elə bil ki, A-dan Y-yə gedirsən, B-dən keçirsən. Bu A, B, Y yolu A, B, Y istiqaməti və yaxud da adlanır yol. Ən az 2 til birləşməlidir ki, bu yol olsun. 4, 5, ardıcıl tillər bəli, deyə bilərik. Tək A, B olsa yox. Tək bir tili yol olaraq götürmürük. Tillər ardıcıllığı. Tillər ardıcıllığı. 2 dənə, 3 dənə, 4 dənə və s. Və keçirik növbəti təriflərimizə. Qapalı yol dövrü adlanır. Əgər sən hər hansı bir məntəqədən çıxırsansa, buradakı nümunə üzərindən baxaq, C, F, D. Hər hansı bir məntəqədən çıxırsansa və yenidən qayıdıb həmin məntəqəyə gələ bilirsənsə, bax, C şəhərindən tutaq ki, çıxdıq, getdik F-ə, F-dən gəldik D-yə, D-dən təzədən gəldik C-yə. Bunu riyaziyyatdakı 3 bucaq, 4 bucaq, 5 bucaq kimi fikirləşə bilərsiniz. Başladığımız yerə qayıda biliriksə, o zaman bu adlanır dövrə, qapalı yol. Getdiniz, fırlandınız, qayıtdınız. Yenə dediyim kimi, bu 3 bucaq kimi də ola bilər, 4 bucaq, 5 bucaq və s. şəklində ola bilər. Yəni, qapanır. İki məntəqə arasındakı yolların sayı, onu birazdan danışacaq. Ona hələ çox var. Uşaqlar, sadəcə əgər sualınız varsa, burada danışdığım şeylə bağlı. Belə mövzunu qatıb qarışdırsanız, digərlərinin də beyni qarışmış olacaq. Buradakı nə isə anlamırsınızsa yazın. Amma hələ keçmədiyimiz hissə ilə bağlı nəsə soruşursunuz, mən də o barədə danışsam, qulaq asanlar tamamilə hər şeyi qarışdıracaqlar. Ardıcıllıq ona görə var ki, asandan çətinə doğru gedək, hər şeyi başa düşək. Hər hansı bir təpədən çıxan til özünə qayıdırsa, belə tilə ilgək deyilir. İlgəyə nümunə olaraq, bax, burada yazılıb onun üstə. Bunu göstərə bilərik. Bunda belə fikirləşin. Təsəvvür edin ki, bu D bir yaşayış binasıdır, şəhərcikdir, balaca bir şəhərcikdir və burada da arxa tərəfində də meşə var. Meşənin içərisi ilə bir dənə velosiped və ya gəzinti yolu çəkiblər ki, insanlar istirahət eləsin, getsin, gəlsinlər. Başqa heç yerə getmirsən də, gedirsən meşənin içindən fırlanıb, təzədən qayıdırsan bura. Bax, belə bir yol varsa, buna ilgək deyirik. Bunları çalışın hər birini praktika ilə, həyatla əlaqələndirib yadda saxlayasınız. İstiqamətlənmiş tilə qövs deyilir. Uşaqlar, hamınız görmüsünüz, bəzi yollar olur ki, orada hərəkət ancaq bir istiqamətli olur. Bir istiqamətli. Bax, buradakı kimi. B-dən C-yə qədər və bu adlanır qövs. Ox hansı istiqamətdədirsə, hərəkət həmin istiqamətdə olur. Yəni, B-dən C-yə getmək olar, amma əks istiqamətdə yox.
və bütün tilləri qövs olan qrafa yönləndirilmiş qraf və ya diqraf deyilir. Baxın uşaqlar, bu yönləndirilmiş qraf deyil. Çünki tərif bizə deyir ki, bütün tillər qövs olmalıdır. Bütün tillər. Birazdan göstərəcəm onda nümunəsini sizə. Qrafın ixtiyarı iki təpəsi arasında yol varsa, belə qrafa əlaqəli qraf deyilir. Əlaqəli qraf. İndi əlaqəli qrafa aid də növbəti slaydda yəqin ki, şəkil olacaq. Uşaqlar, baxın. Buna deyirik adi qraf. Amma əlaqəli qraf deyə bilmirik. Niyə? Bax, bu 5 kənarda qalıb və heç birinə bunu birləşən tili yoxdur. Yəni, məsələn, 5-dən 1-ə til gəlsəydi ən azından, bu zaman biz buna əlaqəli qraf deyə bilərdik. Amma bu vəziyyətdə buna adi qraf deyirik, əlaqəli qraf deyə bilmirik. Ortada olan şəklə baxın, burada əlaqəli qraf yazılıb. Artıq burada bu 5 kimi kənarda qalan heç bir şey yoxdur. Heç olmasa, bax 6 kənardadır, amma ən azından 4-dən birləşib. Bir dənəsindən birləşməsi yetərlidir. Ona görə bu əlaqəli qrafdır. Və tərifimiz nə idi biraz əvvəl? Bütün tilləri qövs olan qrafa yönləndirilmiş qraf deyilir demişdik. Bax, burada fikir verin diqqətlə. Hamısında ox işarəsi, istiqamət var. Əgər hamısı qövsdürsə, bu yönləndirilmiş qraf, başqa bir adı da var bunun. Diqraf. Diqraf adlanır. Və keçəcək uşaqlar növbəti anlayışlara. Bu tərifləri əzbərləyib yadda saxlamağa çalışarsınız. Uşaqlar, dedim axı, mənasız şeylər yazmayın. O, hələ dövrənin sayılması və s. o bura aid deyil. Sadə başlayırıq. Mən nə isə bir şeyi izah eləməyə çalışıram, siz tamam əlaqəsiz sual verirsiniz. Mən də suallara görə nəsə deyəsi olsam, mövzuda bütün anlayışlar bir-birinə qarışacaq. Sadəcə mən nə deyirəmsə, onu başa düşməyə çalışın. Mən onsuz da sizə nə lazımdırsa, hamısını izah eləyəcəm. Burada izah eləməsəm də Udemy-də var. Yəni, mənim də fikrimi dağıdırsınız, uşaqların da fikrini yanlış yerlərə yönləndirirsiniz. Ona görə vacib olmadıqca mesaj bölməsinə heç nə yazmayın. Sadəcə danışdıqlarımı, dediklərimi tam şəkildə başa düşməyə çalışın. O, özünüz üçün də ziyandır, dərsə qoşulan digərləri üçün də ziyandır. Uşaqlar, indi keçirik növbəti bir məsələyə. Bizə belə bir qraf verilib. Bayaq baxdığımız qrafdan fərqli olaraq, burada 2 dənə ilgək var. Bu qrafa uyğun indi biz matrisi dolduracağıq. Yenə til varsa 1, til yoxdursa 0 yazırıq. Deməli, 1-dən başlayırıq. 1-dən 2-yə, 3-ə və 4-ə, yəni hamısına yol var, til var. Ona görə 1, 1, 1 yazdım. 0 qalsın, 0-ları sonra qırmızı ilə yazaram. Fərqli görsənsin deyə. Sonra keçirəm 2-yə. 2-yə baxıram, 2-dən 1-ə və 4-ə til var. 1-ə və 4-ə til var. Və keçirəm 3-ə. 3-dən 1-ə, 4-ə til var. Bir dənə də əlavə olaraq ilgək var. Bax, 3-dən 1-ə, 3-dən 4-ə, bir dənə də ilgək. İlgək nədir? 3-dən 3-ə. Ona görə burada 3-lə 3-ün kəsişdiyi yerə o 1-i yazırsınız. Yəni, baş diaqonala. Bayaq tərifimizdə var idi, baş diaqonal. 4-ə gələndə 4-dən hamısına yol var, bir də özündən özünə yol var. 4-dən 1-ə, 2-yə, 3-ə. 1-ə, 2-yə, 3-ə, bir də özündən özünə yol var. Bunları yazdıq. İndi uşaqlar, hələ ki burada dayanıram, sıfırları yazaq sonra. Boş qalan xanalara da sıfırları yazıram. Sıfırları qırmızı ilə yazdım, seçilsin deyə. Və buradakı qeydlərimi, sağ tərəfdəki qeydlərimi də silirəm. Keçirik çox önəmli məsələyə. Uşaqlar, bu dediyimə xüsusi diqqət eləyin. Bu çox önəmlidir. Bax, bayaq tilləri sayıb, 2-yə vurub 1-lərin sayını tapırdıq. İndi eyni şeyi burada eləyəcəm. Baxın, 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə til var. İlgək özdə tilin növüdür. 7 vurulsun 2 bərabərdir 14. Bayaqki qayda ilə hesablayası olsaq, burada 14 dənə 1 olmalıdır.
Amma reallıqda neçə 1 var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Reallıqda 12 dənə 1 var. Nəyi səhv elədik? İndi bununla bağlı fikirləşək. Nəyi səhv elədik? İlgəklərdə 1 dənə olur. Bəli. Bax, uşaqlar, bu həddindən artıq önəmlidir. Həddindən artıq önəmlidir. Buradakı qeydlərimi silirəm. İndi baxın, bayaq dediyim şeyi bir dənə də deyirəm. Burada 1 və 2 arasında gördüyünüz bu qeyd elədiyim til var. Bu tilə görə biz bir dəfə bu 1-2 bura 1 yazmışıq. Bir dəfə də 2 ilə 1-ə bura 1 yazmışıq. Yəni buna görə 2 dənə yerə 1 yazmışıq. Amma indi gəlin buna baxın. 3. 3-dən 3-ə. 3-dən 3-ə, bax, ancaq gəlib bura yazmışsınız 1. Başqa bir yerə yazmamışıq. Eyni cür 4-dən 4-ə. Ancaq bura gəlib 1 yazmışıq. Başqa yerə yazmamışıq. Onda deməli, uşaqlar, biz əslində nə etməliyik? Adi tilləri saymalıyıq. Qoy, buradakı qeydləri sileyim. Adi tilləri saymalıyıq. Sayaq adi tilləri. 1, 2, 3, 4, 5. 5 dənə adi til var. Bunu vurmalıyıq 2-yə. Almalıyıq 10. Sonra ilgəkləri saymalıyıq. 2 dənə ilgək var. Hərəsinə görə 1, 1 var. Bunda üstünə bir dənə 2 gəlməliyik. Almalıyıq 12-ni. İlgəklərin hərəsindən ötürü bir dənə 1 var. İlgək, bəli, sadəcə ilgəyə görə 1 baş diaqonalda olur. Baş diaqonalda olur. Bax, uşaqlar, bunu da başa düşməkdən ötürü bu PDF Udemy-də var. Boş formatda. Biraz əvvəl gördüyünüz şəkildə, mütləq şəkildə onu da dəftərə çəkin, cədvəli doldurun. Onda tam olaraq bu dediyimi başa düşmüş olacaqsınız. Yəni, bunu başa düşməkdən ötürü əziyyət çəkmək lazımdır, qısacası. Təkcə bu mövzu yox, bütün mövzuları başa düşmək üçün əziyyət çəkmək lazımdır. Davam edirik. Baxaq görək, düz cavablarımız. Əla, yaxşı yazdınız. Deməli, 1, 2, 3, 4, 5. 5 dənə adi til var. Vurduq 2-yə, oldu 10. 1, 2, 3. Üstünə də 3 gəldik. Oldu 13 bizim yekun cavabımız. Biraz əvvəl baxdığımızın biraz da fərqli formatı idi. Növbəti sual. Turqay, əgər nəzərdə tutduğun şey bir təpədən 2 ilgəyin çıxmasıdırsa, orta məktəb proqramında o yoxdur. Amma misal üçün bu A, bu B, bundan bir dənə til, bundan da bir dənə til, bu ola bilər. Bu ola bilər. Yəni, onda AB, buradan AB yazacaq. A-dan B-yə, B-dən A-ya yol var.
Ona görə bura 1, A-dan A-ya da yol var. Bura 1, bura 1, bura 1, belə bir şey alınacaq. Eyni qayda ilə çəkəndə, yəni hər şey olur. Onsuz da bu 2 dənə bizə 1 verir, bir dənə bu, bir dənə də bu, 4 dənə 1 alınır. Ya o qeyri-adi bir şey deyil, yəni standart qayda ilə işləyəcək. Uşaqlar deyir ki, verilmiş qrafın matrisində neçə ədəd sıfır olacaq? Sıfırların sayını soruşur bizdən. Birinci növbədə bayaq baxdığımız qayda ilə 1, 2, 3, 4, 5, 5 vur 2 bərabərdir 10. Üstünə də gəlirik 1, 2, 3 və olur 13. Bu 13 birlərin sayıdır. Və bundan sonra keçirik, bayaq da var idi belə testimiz. 4 dənə təpəsi var axı bunun. 4 vur 4-dən tapırıq 16-nı. Nə deməkdir bu? Ümumi bizim matrisimizin ölçüsü 16-dır və ya 16 dənə xana var. Bu 16 dənə xanadan 13 dənəsində 1 varsa, yerdə qalan 3 dənəsində də olacaq 0. Bayaq işlədiyimiz testin biraz fərqli formatı idi. İndi uşaqlar, diqrafın matrisinin qurulması. 5 dənə təpə olsaydı, 5 vur 5 olardı. 25, 25-dən çıxardıq. Orada ədədin 4 və ya 5 olması elə bir şey yaratmalı deyil, axı bizim üçün problem yaratmalı deyil. Uşaqlar, birinci növbədə belə bir şey deyim. Diqrafın matrisinin qurulması hal-hazırki orta məktəb kitablarında, orta məktəb proqramında yoxdur. Amma DİM-də testlər var, onları yaza biləsiniz deyə bunu izah edirəm sizə. Deməli, diqrafın matrisini quranda biraz fərqli yanaşırıq. Bax, A və B arasında burada olan til, A-dan B-yə yol var, tərsinə yol yoxdur. Yəni, B-dən A-ya gedə bilmərik deməkdir. Yəni, belə getmək olmaz deməkdir. Ona görə biz belə eləyirik. Bax, sətirlər üzrə yazacaq məlumatları. İndi baxın, A-dan hara getmək olur? B-yə, C-yə, D-yə. A-nın qarşısında B-yə 1, C-yə 1, D-yə 1 yazıram, bura 0 yazıram. Sonra gəlirəm B-yə. B-dən hara getmək olur? B-dən yalnız və yalnız D-yə getmək olur. Bax, bir dənə çıxan xət var. D-yə 1 yazıram. Keçirəm C-yə. C-dən hara getmək olur? C-dən yalnız və yalnız D-yə getmək olur. Gəlib burada yazıram 1. Yaxşı, D-dən hara getmək olur? D-dən heç yerə getmək olmur. Bax, buraların sıfırlarını yazdım, doldurum. D-dən də heç yerə getmək olmur deyə D-nin də qabağına sıfırları yazıb doldurdum. İndi uşaqlar, əslində diqqət elədinizsə, bu bayaqkindən daha asandır. Niyə daha asandır? Çünki burada birlərin sayına baxın. 1, 2, 3, 4, 5 dənə 1 var. Yaxşı, tillərin sayı 1, 2, 3, 4, 5 dənə. Belə. Bu şəkildə. Tilləri sayıb 1-ə vurmaq test tapma üsulu. Ya onu cədvəli qurmaqdan sonra məqsədimiz o test tapma üsulunu görməkdir də uşaqlar. Bayaq dediyim kimi siz özünüz də praktik eləyib biraz üstündə işləməlisiniz ki, o test tapma üsullarını görə biləsiniz. Sadəcə olaraq burada tilləri sayacağım. 1, 2, 3, 4, 5, 5 vur 1. Vəssalam. Oldu test tapma üsulu. Amma o test tapma üsuluna o dəqiqə gəlməyə çalışmayın. Əvvəlcə özünüz matrisi qurun, tam olaraq hər şeyi anlayın, başa düşün, praktik eləyin. Ondan sonra avtomatik olaraq onsuz da test tapma üsulları alınacaq, beyninizdə formalaşacaq. Uşaqlar, sadəcə tilləri sayırıq. 1, 2, 3, 4, 5, 6, 7 və salam. Cavab hazırdır. 14.
Uşaqlar, bu yenə bayaq işlədiyimiz sual tipinin oxşarıdır. Yenə eyni cür başlayacağıq. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə til var. Bu da elə 7 dənə 1 anlamına gəlir. Sonra da standart A, B, C deyil. 1, 2, 3, 4, 5 deyil. 5 vur 5 bərabərdir 25. 25 dənə xana var. Bundan 7 dənəsində 1 varsa, nə qalır yerdə? 18 dənəsi qalır. Deməli, 18 xanada da 0 olacaq. Buna görə hamınız düz yazardınız. Nə qədər ox til varsa, o qədər də 1 olacaq. Bəli. Uşaqlar, növbəti anlayışımız çəkili qraf və çəki matrisi ilə bağlıdır. Yenə aşağı hissədə orta məktəb kitabından götürdüyüm bir dənə şəkil görürsünüz. Və təsəvvür edin ki, xəritədə Günəşli, Çinarlı, Laçın, Qoşabulaq deyilən məntəqələr, yerlər var. Və burada 12, 5, 8 məsafənin yolun uzunluğunu kilometrlə misal üçün göstərir. Yəni bu o deməkdir ki, Günəşli ilə Qoşabulaq arasında 8 kilometr, Günəşli ilə Çinarlı arasında 12 kilometr məsafə yol var və s. Amma bayaq dediyimiz kimi, bax xəritədə, bu da xəritənin biraz sadələşdirilmiş versiyalarıdır, yollar heç bir halda düz olmur. Xəritədə başqa şeylər də olur. Biz yenə bunu sadələşdiririk. Sadələşdirəndə yenə biz qrafdan istifadə edəcəyik. Məntəqələri bax A, B, C, D sadələşdirilib adları. Da Günəşli, Qoşabulaq, Laçın, Çinarlı yox. A, B, C, D olaraq sadələşdirilib. Və da yollar əyri-üyrü reallıqda olduğu kimi yox, düz xəttlərlə göstərilir. Bu onsuz da kompüterin başa düşməsi üçün də, yəni bundan bu arasında yol var. Əyri-üyrü olması hal-hazırda bizə lazım deyil. Sadələşdirilmiş variantında sağ tərəfdə görürsünüz. Bax, belə olan, yəni üstündə tillərinin üstündə qiymət olan qrafa çəkili qraf deyirlər. Təriflərə baxaq, hər şeyi silirəm buradan. Əgər qrafın tillərinin qiyməti varsa, bu qiymət bunlara deyir. Bu qiymət tilin çəkisi adlanır. Sonra deyir ki, tilləri çəkiyə malik olan qrafa çəkili qraf deyirlər. Yəni bunun adı çəkili qrafdır. Və çəkili qrafın analizi zamanı çəki matrisindən, bu da çəki matrisidir, çəki matrisindən istifadə olunur. İndi uşaqlar, siz çəki matrisini artıq çox rahat qura bilməlisiniz. Sadəcə bəsit bir şey var burada. Deməli, A və B arasındakı yola baxırıq, tilin uzunluğuna 12. Gəlib bura 12 yazırıq, bayaqki 0-1-lərin yerinə. Sonra baxırıq ki, A-dan C-yə yol var, 8, gəlib bura 8 yazırıq. Sonra eyni cür gedirik B-yə, B-dən A-ya, C-yə, D-yə yol var, gəlib eyni ədədlərdə bura yazırıq. Burada da 1-0 yox, birbaşa bu yolun uzunluğu artıq nədirsə bu. Məsələn, avtobus biletinin qiyməti də ola bilər, mütləq deyil o. Yolun uzunluğu olsun, 8 kilometr olsun və s. Deyə bilər ki, A şəhərindən C şəhərinə avtobus biletinin qiyməti tutaq ki, 8 manatdır. A-dan B-yə avtobus biletinin qiyməti 12 manatdır və s. Belə bir şeylər də ola bilər. Yəni, qısaca bu qiymətdir, nəyinsə bir şey qiymətidir. Daha çox, təbii ki, bu yola uyğundur, xəritəyə uyğundur. Deməli, uşaqlar, bir dənə burada belə bir məsələ var. Hələ ki, soruşmamısınız. Bəzən deyirlər ki, burada niyə xanalara 0 yazmırıq ki? Niyə boş saxlayırıq? Misal üçün, A-dan D-yə gördüyünüz kimi yol yoxdur da. Buranı boş saxlamışıq. Niyə 0 yazmırıq? Bax, bu riyaziyyatla bağlıdır. Riyaziyyatda deyirsiniz ki, A nöqtəsi var, bir də B nöqtəsi var. Əgər bu iki nöqtə arasındakı məsafə 0-dırsa, onda A və B üst-üstə düşür. Eyni nöqtədir deyirsiniz. Bax, burada da əgər siz gəlib bura 0 yazsaz, riyazi olaraq səhv eləmiş olacaqsınız. A və B arasında, A və D arasında buradakı kimi 0 kilometr yolu var deyirsinizsə, o demək ki, A-dan D eyni şeydir, üst-üstə düşür. Yəni, belə riyazi səhv olmasın deyə, ortaya çıxmasın deyə çəki matrisini quranda məsafələri yazıb, yerdə qalan yol yoxdursa, hissələri boş saxlayırsınız. Vəssalam. Bir də burada diqqət edin. Bax, C-də ilgək var. Bayaq dediyim kimi, velosiped yolu. C-dən çıxır və ya piyada gəzinti yolu. C-dən çıxır, C-yə qayıdır 2 kilometr.
Bunda yenə standart qaydada yazırıq baş diaqonalın üstünə. Belə. İndi tapşırıqlar üzərində biraz da bunu təkmilləşdirəcəyik uşaqlar. Hə, bir dənə də praktiki məsələmiz var burada. Ona da baxaq, sonra tapşırıqlara keçəcəyik. Deməli, gördüyünüz kimi burada çəki matrisi verilib, çəkili qraf daha doğrusu verilib və biz matrisi qurmalıyıq. Matrisin qurulması standartdır, bayaqki qayda ilə. Başdan 2 dənə sətri quracağım uşaqlar sadəcə olaraq. Deməli, A-dan hara yol var? A-dan B-yə yol var. A, B yazdıq bura 5. A-dan D-yə yol var. Bu. Yazdıq bura 4. Sonra B-ni də gəlin yazaq. B-dən A-ya yol var. Gəldik bura 5 yazdıq. Sonra B-dən C-yə yol var. Gəldik bura 3 yazdıq. Bir də B-dən D-yə gördüyünüz kimi yol var. Gəldik bura 7 yazdıq. Və əlavə olaraq B-dən B-yə yol var. B-dən B-yə. Burada gəldi 2 yazdıq. Digərlərində eyni formada özünüz evdə doldurarsınız. PDF-də boş variantı buradakı kimi var. Bu belə. Bu birinci bizim tapşırığımız. Hə, ikincinin cavabını yazmışsınız artıq mesaj bölməsinə. A-dan C-yə ən qısa yolun uzunluğunu tapın deyir. Uzunluğunu. İndi yaxşı, burada yazdığım hər şeyi silirəm və baxaq bunun cavabına. A məntəqəsindən C-yə getmək istəyirik. Bu üst tərəfdən geçsək, B-dən keçib geçsək, A-dan B-yə 5, 3 olur 8. Belə aşağıdan fırlanıb gedəsə olsaq, 6, 4 olur 10. Yuxarıcı daha sərfəlidir, hə? Amma normalda belə yolda yoxlaya bilərik, bu daha böyük yoldur. Ortada 7, 6, belə geçsək yenə də böyük olacaq. Bunların heç biri demək ki, sərfəli deyil. A-dan gəlirik B-yə, B-dən də gedirik C-yə, bəli. Cavabımız olur 8. İlgək niyə sayılsın ki? Yəni, sən təsəvvür elə ki, bura evdir, bu B məktəbdir, C-də sənin iş yerindir. Sən işə tez çatmaq istəyirsən. Yəni, niyə gedib burada belə bir dənə velosiped yolunda fırlanıb belə gedəsən ki? O qısa yol axtaranda niyə elə bir şey fikirləşək ki? Məsələ xüsusi halda səndən onu istəyə bilər. Yəni, sənə deyə bilər ki, ilgəkdən bir dəfə keçmək şərti ilə ilgəkdən mütləq deyir, keçməlisən. O başqa şeydir artıq, bu məsələ o məsələ deyil. İlgəkdən bir dəfə keçmək şərti ilə A-dan C-yə getməlisən. Hər hansı bir ilgəkdən fərqi yoxdur. Ən qısa yol. Onda deyəcəksən ki, hə, məsələn, bu 5 ilə gəldim bura, ilgəkdən də bir dəfə keçdim 5 + 2, bir də gəldim keçdim bura. Amma bunu uşaqlar adi həyatla fikirləşin də, yəni. Dediyim kimi, bura sənin evin, bu tutaq ki, məktəb, bu da sənin iş yerindir. Arxadan da məktəbin arxasında bir velosiped yolu var. Yəni, sən də işə tələsirsən, qısa yol lazımdır. Burada gedib onsuz da belə fırlanmağın adi həyatda onu eləməzsən ki, məntiqsiz bir əməliyyatdır. Ən uzun yolda da problemdir. Ən uzun yolda yaxşı, gəldim bura. Neçə dəfə fırlanacam buradan? O da olmur. Orada da yenə sənə ilgəkdən bir dəfə keçmək, belə bir şeylər verməlidir, yəni. Əgər heç bir şey demədən ən uzun yol desə ki, belə suallarda ən uzun yol soruşmurlar, yenə də qalacaqsan belə, cavab tapa bilməyəcəksən. B-də fırlandım, neçə dəfə fırlanacam? Ona narahat olmayın, yəni. Elə bir şey olsa, bayaq mən dediyim kimi ilgəkdən bir dəfə keçmək və s. nəsə ipucu verəcək, yəni. Yəni, onsuz da ən uzun yol desə, elə belə ən uzun yol, ona cavab tapa bilməzsən. İstədiyim qədər burada fırlanaram da gedib, ona görə. Tapşırıqlar. Uşaqlar, burada sadəcə mahiyyəti başa düşmək lazımdır. Baxın, ilk öncə bu 12-yə baxın. Buradakı 12.
Buradakı 12 nəyə göstərir? A-dan B-yə olan yolun uzunluğu 12 kilometrdir. Yaxşı, bəs buradakı 12 nəyə göstərir? Eyni şeyi göstərir. Yəni sən buradakı bütün ədədləri toplasan, nə etmiş olacaqsan? Hər şeyi 2 dəfə nəzərə almış olacaqsan. Əgər bütün ədədləri toplayırsansa, aldığın nəticəni sonra 2-yə bölməlisən. Amma bu yaxşı bir fikir deyil. Deyirəm ki, onsuz da bax, bunun kopyası buradadır. Bu 8-in kopyası buradadır, bu 5-in kopyası buradadır, bu 6-nın kopyası buradadır, bu 4-ün kopyası buradadır. Yəni mən daha sadə bir şəkildə baş diaqonalın bir tərəfində olanları toplayaram və salam. Cavab alaram. Onsuz da hər şeydən 2-dən yazılıb. 12, 8, 20, bu da 10 eləyir, 30, bu da 5, 35 və salam. Siz mən dediyimi eləyin, praktik eləyin, ondan sonra görəcəksiniz ki, bu suallar nə qədər də asan gəlir. Çəkili qraf diqraf formasında ola bilər, bəli. Ola bilər. Mütləq olur, yox. Uşaqlar, qraflar nəzəriyyəsi həddindən artıq böyükdür. Biz sadəcə orta məktəb səviyyəsində keçirik bunu. Misal üçün, çəkili qraf, diqraf formatında ola bilir. Amma onun matrisinin qurulması və s. orta məktəbdə yoxdur. Ona görə biz o hissələrə baxmırıq. Uşaqlar, yenə bayaq baxdığımız məntiqlə burada yanaşmanı eləyə bilərik. Baş diaqonalı çəkərik. Baş diaqonalın bir tərəfində olanları toplayarıq. Amma burada məsələ nədir, uşaqlar? Məsələ ondan ibarətdir ki, siz baş diaqonalı çəkəndə görəcəksiniz ki, burada bir dənə 2 var. Və bu 2-nin kopyası yoxdur. Yəni, ilcəyə görə bu hansıdır? S. S-də bir dənə ilcək var və 2 kilometr yol var burada. İlcəyə görə sadəcə bir yerə yazılır, 2. Sadəcə bir dənə bura. Bax, biz bu aşağıdakı 12-ni niyə götürmədik? Deyirik ki, bunu götürürəmsə, bu aşağıdakı onun kopyasıdır da, bu lazım deyil. Bu 8-i götürürəmsə, bu da onun kopyasıdır, bu da lazım deyil. Bu 5, onun kopyası burada lazım deyil. Bu 4, bunun kopyası burada lazım deyil. 6, kopyası burada lazım deyil. Amma bu 2, sadəcə bir dənə yerə yazılıb, onun kopyası zadı yoxdur. Ona görə baş diaqonalın bir tərəfini toplayıb, sonra üstünə 2-ni gəlməlisiniz. Əgər bugün alınmırsa, sınağı sabah yaza bilərsiniz, bəli. Amma imkan daxilində asan sınaqda onsuz da. Çalışın bugün yazasınız. Uşaqlar, indi bir dənə məsələ üzərində işləyəcəyik. Maksimum diqqətlə qulaq asın. Deməli, bu informatikadan daha çox riyazi məntiqdir deyə bilərik. Yəni, riyazi olaraq başa düşməyə çalışırıq bunu. Deməli, əvvəlcə şərti diqqətli şəkildə oxuyaq. Şahmat turniri dairəvi sistem üzrə keçirilir. Dərslikdə olan sualdır, burada qeyd eləmişəm. Yəni, iki oyunçu arasında yalnız bir dəfə, iki oyunçu yalnız bir dəfə görüşür. Yəni, məsələn, buradakı adam adlarına baxın, Ariflə Bəkir. Sadəcə bir dənə oyun oynayacaqlar, yəni oyunun təkrarı yoxdur. Turnirdə 7 məktəbli iştirak edir. Uşaqlar, bax, birinci 7 məktəbli iştirak edir deyirsə, hər bir məktəbli digər rəqibləri ilə 7 nəfərdirlərsə, hər birinin 6 dənə rəqibi var da, özünün oynamır axı. Hər biri 6 dənə oyun keçirəcək. Birinci bunu nəzərə saxlayırsınız. Sonra davam edirəm. Deyir ki, məlumdur ki, Arif 6 və s. oyun keçirib deyir. Və aşağıda gördüyünüz kimi 5 dənə sual var. Bax, birinci növbədə bu cədvəli, yəni matrisi dolduracaq və bunu dolduranda bayaq yazırdıq 0-1, həmin qaydadan istifadə edək. İlk olaraq, mən bu baş diaqonalı, biraz qalın yazım, baş diaqonalı sıfırlarla doldururam. Niyə baş diaqonalı sıfırlarla doldururam? Çünki Arif özü ilə oynayan deyil axı. Adam özü ilə yarışmır ki. Bunlar oynamayacaq. Baş diaqonalı sıfırlarla doldurdum. Bundan sonra indi qırmızı rəngindən yazacağım. Bundan sonra baxıram buradakı məlumatlara.
Deyir ki, məlumdur ki, Arif deyir 6 dənə oyun keçirib. İndi bunlar neçə nəfərdir? 7 nəfər, düzdür? Əgər Arif 6 oyun keçiribsə, bunun elə 1, 2, 3, 4, 5, 6 dənə rəqibi var da. Hamı ilə oynayıb deməkdir. Onda bax, sətr üzrə buralara hər yerə 1 yazıram. Yəni bu birlər nə deməkdir? Bayaqki yol kimi Arif Bəkirlə oynayıb, Ceyhunla, Dadaşla, Elxanla, Əli ilə, İlki ilə, hamısı ilə. Və eyni şeyi, bax Arif burada da var da, düzdür? Sütun boyunca yazıram. Belə. Bunları yazdım, doldurdum. Bu altından xətt çəkdiyim Arif 6 oyun keçirib, ondan istifadə elədim. Sonra növbəti hissə deyir ki, Bəkir də deyir 5 dənə oyun keçirib. İndi Bəkirin qabağına baxın, bir dənə oyununu bilirəm Arif ilə. 1, 2, 3, 4, 5 dənə də boş xana var. İndi mən bilmirəm axı bu yerdə qalanlardan kimlənsə oynamayıb da bu yəqin ki. Hamısına 1 yazsam 6 olacaq, amma 5 oyun keçirib deyir. Bax, heç nə eləyə bilmirəm buradan, heç nə tapa bilmirəm. Ona görə oxuya-oxuya gedirəm, ən axıra baxın, xətt çəkdiyim hissəyə. İlkin deyir 1 oyun keçirib. Baxıram, yaxşı, İlkin 1 oyun keçirib, kimdən oynayıb onu? Ariflə, hə? Arif hamı ilə oynayıb da, məcbur İlkin də Ariflə oynayıb. Onda bax, yerdə qalan bu sütun üzrə və İlkin buradadır, sətr üzrə. Yerdə qalan hər yerə sıfırlar yazıram. İlkin bir dənə oyun keçirib, kimlə? Ariflə. Başqaları ilə oynamayıb. Yəni sıfırlar oynamayıb deməkdir. Bundan sonra Bəkirə qayıdıram. Artıq Bəkiri yaza bilərəm, bax. Bəkir 5 oyun keçirib deyir. İndi Bəkirin bir dənə oyunu var. 1, 2, 3, 4 dənə də boş xanası var qarşısında. 5 oyun olması üçün nə etməliyəm? Hamısına 1 yazmalıyam. Sətr boyunca. Eyni şeyi bax belə sütun boyunca da edirəm. Birləri yazıb doldurdum. Və sonra keçirəm növbəti. Ceyhun və Dadaş hərəyə 3 oyun keçirib deyir. Ceyhun və Dadaş, bunların boş xanaları çoxdur. Tapa bilməyəcəm kimlə oynayıb, oynamayıb. Onda yenə axırlara gedirəm. Deyir ki, Elxan və Əli 2 oyun keçirib. Bax, Elxan və Əli 2 oyun keçirib deyir. 2 dənə 1 var hərəsinin qabağında. Demək ki, bax, yerdə qalanların heç biri ilə oynamayıblar. Eyni şeyi Elxan və Əli. Eyni şeyi buradan sütun boyunca da eləyəcəm. Buralara da sıfırları yazdım. Və bundan sonra təzədən qayıdıram bura. Ceyhunla Dadaş hərəyə 3 oyun keçirib deyir. Ceyhuna baxın. Sətr boyunca 2 dənə 1-i var. 3-cü oyun olması üçün burada 1 yazmalıyam. Eyni şeyi Dadaş üçün də edirəm. Burada 1 yazıram. Və cədvəl dolduruldu artıq uşaqlar tam olaraq. Mən bundan sonra burada soruşulan hər şeyə cavab verə bilməliyəm. Bu cədvəl əsasında. Bu cədvəl də digər materiallar kimi Udemy-də var. Udemy-də mövcuddur. İndi birinciyə baxın. Deyir ki, Ceyhun kimlərlə oynayıb? Gəlib sadəcə olaraq buradan Ceyhunu tapırsınız. Bax, bu şəkildə. Və qabağındakı birləri oxuyursunuz. Ariflə, Bəkirlə və Dadaşla. Bax, belə. Bu şəkildə. Amma cədvəli özünüz praktika eləyin. Sonra keçirik ikinci suala. İkinci sual, Dadaş kimlərlə oynayıb? Yenə eyni qayda, uşaqlar. Dadaşda da eyni şəkildə buradan belə baxa bilərsiniz. Əgər Bəkir, üçüncü suala baxın, Bəkir kimlərlə oynamayıb deyir. Bəkir. Bax, Bəkiri gəldim, tapdım, qeyd elədim. İndi bir dənə burada bəzən qarışdırıb adamların adlarını yazanda burada Bəkir də deyirlər. Bəkirin özü ilə oynaması onsuz da məntiqli deyil. Nə deməlisiniz? Deməlisiniz ki, təkcə İlki ilə oynamayıb. Yerdə qalanların hamısında 1 var. Yaxşı, yazın mesaj bölməsinə 4-cünün cavabı necə taparıq? Cavab lazım deyil, sadəcə necə taparıq? 4-cü deyir ki, neçə oyun keçirilib? Bunu necə tapmalıyıq məntiqi olaraq? Bax, birlərin sayı da necə? Hansı? Baş diaqonalın bir tərəfində olan, baş diaqonalın bir tərəfində olan birlərin sayı. Bax, burada da məntiq bundan ibarətdir ki, buradakı 1-i görürsünüz, buradakı 1-lə buradakı 1 eyni şeydir. Bayaq baxdığımız kimi bir-birinin kopyasıdır. Yəni, bu birlər Arif və Bəkir arasında oyun keçirilib deməkdir. Yəni, biz də bu sualı cavablandırmaqdan ötürü
İlk öncə baş diaqonalı çəkirik belə. Daha sonra baş diaqonalın bir tərəfindəki birləri sayıb cavabı tapırıq. Saymayacağım, əsas qaydasını bilin. Ümumi birlərin sayını 2-yə bölmək olar. Bəli, o da olar. O da olar. Və uşaqlar, 5-ci sual, neçə oyun qalıb? Yəni, bundan sonra neçə oyun keçiriləcək? O da bəli. Baş diaqonalın bir tərəfində qalan sıfırların sayı ya da bütün sıfırları sayırıq və bölürük 2-yə. Belə. Sıfırların sayı, bəli, bölünsün 2. Ya da diaqonalın bir tərəfindəki sıfırlar. Bu cədvəldə mütləq doldurun. Bunları dediyim kimi eləyəsi olsaz, görəcəksiniz ki, mövzu həqiqətən çox asan bir mövzudur. İndi uşaqlar, keçirik növbəti mərhələyə. Deməli, burada belə bir sualımız var. Deyir ki, Adil evdən işə getmək üçün göstərilən yolların hər hansı birini seçə bilər. Hər bir yolla yalnız göstərilən istiqamətdə hərəkət etmək şərti ilə o neçə müxtəlif yol ilə iş yerinə gedə bilər. Uşaqlar, bu sadə bir qrafdır və diqraf da əslində istiqamətlənmiş qrafdır. Biz bunu sadə formada özümüz hesablaya bilərik. Saya bilərik. Necə? Misal üçün deyə bilərəm ki, bax, Adil evdən çıxır, gəlir buradan bələdiyyə binasına, buradan qatar vağzalına, buradan da işə gedir. Məsələn, bir dənə yol bu. Sonra deyə bilərəm ki, gəlir buradan marketin yanına, üst tərəfdən qatar vağzalı və işə gedir. İkinci bir yolun bu. Və yaxud da deyə bilərəm ki, gəlir marketin yanına, buradan dümdüz işə gedir. Üçüncü yolun bu. Deyə bilərəm ki, marketin yanına gəlir, aşağıdan məktəb tərəfə gedir, oradan gedir. Dördüncü yolun bu. Və deyə bilərəm ki, evdən gəlir məktəbin yanına və işə gedir. 5 oldu, əgər düz saydımsa. 5-ci yolum da bu. İndi uşaqlar, normalda belə sadə qraflarda bunu saymamız asandır. Amma elə suallar olur ki, burada yolların sayı 30 olur, nə bilim 40 olur, 25 olur. Belə olan hallarda sən 25-dən belə yolu konkret olaraq görə bilmirsən. Burada necə bir üsuldan istifadə edəcək? İndi ona baxırıq. Amma öncə uşaqlar, mən burada, yəni siz bunu həyatla əlaqələndirə bilərsiniz deyə, testlərdə bunu A, B, C, D, E, F belə görəcəksiniz. Həyatla əlaqələndirəsiniz, real bir şeylərlə əlaqələndirib daha yaxşı başa düşəsiniz deyə mən bu məntəqələrə adlar vermişəm. Bax, uşaqlar, necə eləyəcəyik? İlk olaraq, biz işimizi asanlaşdırmaq istəyirik. Tutaq ki, bu çox böyükdür və mən evdən işə birbaşa yolların sayını tapa bilmirəm. O zaman belə deyirəm. Deyirəm ki, evdə yox, işə yaxın yerdə olsaydım, məsələn, məktəbin yanında olsaydım, neçə yolla işə gedə bilərdim? Baxın buna. Sadəcə bir dənə yolum var. Gəlib bura yazıram 1. Sonra keçirəm yuxarı. Deyirəm ki, yaxşı, ən sadələrini yazıram birinci. Qatar vağzalının yanında olsaydım, neçə dənə yolla işə gedə bilərdim? Yenə bir dənə yolu var. Qatar vağzalına da yazıram 1. Sonra gəlirəm marketə. Marketin yanında olsaydım, dümdüz gedə bilərəm. Belə qatar vağzalından keçib gedə bilərəm və məktəbdən keçib gedə bilərəm. Düzdür? Onda demək ki, burada olsaydım, 3 yolla işə gedə bilərdim. Bələdiyyə binasında olsam, baxın, bələdiyyə binasından yol qatar vağzalına gedir. Bura yazmışsam 1. Elə bu biri olduğu kimi gətirib yazırsam bura. Yəni, yolumuz budur ancaq, başqa yolumuz yoxdur. Və bu ədədləri yazandan sonra evdən işə gedən yolların sayını, bax, bu 3 dənə oxun sonundakı ədədləri toplayıb ala bilirsən. 1, 3 və 1. Olur 5, bəli. Buradakı 1, üstə gəl, buradakı 3, üstə gəl, buradakı 1. İndi uşaqlar, əvvəl, məsələn, ola bilər hansısa videoya baxmışsınız və ya ola bilər 11-ci siniflər əvvəl haradasa başqa hazırlıqda olub. Bunun başqa bir üsulu da var. Evdən başlayıb gedirlər. O üsula kimsə öyrəşibsə, orada %100 bütün testləri yaza bilirsə, o üsulla da işləyə bilər. Problem deyil. Amma bax, bu üsul həm daha məntiqlidir. Niyə? Məsələn, birazdan daha fərqli suallarda görəcəksiniz. Burada yazdığımız 3 var. Bu 3 marketdən işə 3 dənə yol var deməkdir. Daha məntiqlidir. Yəni kiməsə izah eləyəndə daha rahat olur da. Məsələn, sənə deyirlər ki, bu marketə 3 yazmısan. Nə deməkdir ki o? Sən də deyirsən ki, marketin yanında əgər olsaydım, işə 3 dənə yolla gedə bilərik. İndi bunun biraz daha gəlizləri üzərində baxacağıq. Oradan başlamaq olar, dediyim kimi, kimsə o üsula öyrəşibsə, ondan yazsın. Amma bax,
Məsələn, kimsə məndən soruşur ki, bu bayaq dediyim kimi, marketə yazılan 3 nədir? Deyirəm ki, bu o deməkdir ki, marketdən işə 3 yolla getmək olur. Və yaxud da bələdiyyə binasına yazılan 1 nədir? Biraz daha qəliz olan variantlarına baxacaq. Keçdik növbəti hissəyə. Bir balaca şəkil dəyişib burada, uşaqlar. Diqqətlə qulaq asırıq. Udemy-də də bunların izahı var. Udemy-də təkrar baxarsınız. Yenə eyni şeyi deyir. Evdən deyir, işə neçə müxtəlif yolla getmək olar. Bax, ən yaxın yerlərdən, ən asanlarından başlayıram. Məktəb. Bunu asan görürsünüz də, burada bir problem yoxdur ki, məktəbdən bir dənə çıxan xətt var, bir dənə yol var da işə. Bura yazdım 1. Sonra gəldim bura, qatar vağzalı. Qatar vağzalına baxıram, ancaq bir dənə yol var işə getmək üçün. Burada yazdım 1. Burada. İndi baxın, görək marketi yaza bilirəmmi? Market 1, aşağıdan, qatar vağzalı tərəfdən, bir də dümdüz, hə? Marketi də yazdım, 3 dənə yol. Gəldim bələdiyyə binasına. İndi buna diqqət edin. Bələdiyyə binasından 2 dənə xətt çıxır. Biri bu, bir də bu. Birinin sonuna 3, birinin sonuna 1 yazmışam. Toplayıb, burada yazıram 4. Və artıq hazırdır. Baxın, deyirəm ki, evdən bələdiyyə binasına tərəf gəlsəm 4 yol var. Marketə tərəf gəlsəm 3 yol var. Məktəbə tərəf gəlsəm 1 yol var. 4, 3, 7, bu da 1-dən alırıq 8 dənə yol. Böyüklərinə də baxacaq. Amma böyük və ya kiçik olmasından asılı olmayaraq hamısını, suallar gəlir. Eyni formatda həll edə bilirsiniz. Diqqətli olun, diqqətli baxın. Çalışın düz yazasınız. Uşaqlar, düz cavablarımızın sayı az oldu. Yaxşı, gəlin bir dənə də buna baxaq, sonra biraz daha çətinlərinə baxarıq. Bax, yaxın məntəqədən başladıq. Qatar vağzalından işə 1 yol. Məktəbdən işə yenə 1 yol. Əgər marketə baxası olsanız, bax, üst tərəfdən və aşağı, məktəb tərəfdən 2 dənə yol var. Bundan sonra bələdiyyə binası, bax, xəttlərin uclarındakı ədədləri toplayırsan. Məktəbə 2 yazmışsan, qatar vağzalına 1 yazmışsan, toplayıb bura yazırsan 3. Bundan sonra bələdiyyə binasına tərəf 3, üstə gəl marketə tərəf 2, 5, üstə gəl bir dənə də bura. Ümumi olur, yollarımızın sayı 6. Və burada artıq bayaq baxdığımızın biraz da fərqli variantını görürsünüz. Şəkildə A, B, C, D, E, F, G şəhərlərini birləşdirən yolların sxemi verilmişdir. Hər bir yolla yalnız göstərilən istiqamət hərəkət etmək olar. A şəhərindən G şəhərinə neçə müxtəlif yolla getmək olar. Bu da dərslikdən götürdüyüm bir sual tipidir. Deməli, yenə eyni qaydanı tətbiq eləyəcəm. Bax, ən yaxın yerdən başlayıram. Diqqətlə baxın, uşaqlar. F-dən G-yə sadəcə bir dənə yolum var. Yazdım 1. Sonra gəldim bura. Y-dən G-yə baxıram. Sadəcə bir dənə yolum var. Burada yazdım 1. Sonra gəlirəm bura D. D-yə baxıram. Bax, D-dən bir dənə belə yolum var. Bir də düz yolum var. Başqa da bir çıxan xətt yoxdur oradan. Bura yazdım 2. İndi gəlib C-ni tapmaq istəsən, C-dən bax 4 dənə xətt çıxır. Amma bu xəttin ucunda B var. B-yə biz heç nə yazmamışıq. Onda demək ki, hələ ki C-ni tapa bilmirəm. Gəlib B-yə baxıram. B-dən bax, biri gedir Y-yə, digəri də gedir D-yə. Biri Y-yə, biri də D-yə.
Birinə 1 yazmısan, birinə də 2. Toplayırsan hər ikisini, B-yə yazırsan 3. Və indi gəldi növbə C-yə çatdı. Bax, bu tərəfə 3 yazmısan. Bura 2. Bunun özü 1 yoldur. Burada bir dənə 1 var onsuz da. Gəlin bir hesablayaq. 3 burada, 2 burada, 1 burada, 1 burada, 3, 2, 5, 6, 7. Və bura yazdıq 7. Növbəti mərhələdə AB istiqamətində deyirik 3 yolumuz var və AC istiqamətində 7 yolumuz var. Bunları toplayırıq və yazırıq 10. Yəni ki, A-dan G-yə qədər olan yolların sayı olur 10 dənə. Uşaqlar, keçdik növbəti tapşırığa. Yenə eyni formadır, eyni cür gedəcəyik. Mənim hal-hazırda əsas sizə demək istədiyim şey ondan ibarətdir ki, bax bu biraz böyükdür. Ev tapşırığında bundan da böyüklər olacaq. Amma heç bir fərq yoxdur, həmişə eyni cür işləyirsiniz. Standart qayda bizə cavabı verir. Sadəcə ola bilər nəyisə hansısa xətt yaddan çıxar, diqqətdən qaçar, elə səhv olar. Ki, cavabı yoxlayacaqsınız, görsəniz ki, səhvdir, təzədən bir də diqqətli hesablayacaqsınız. A-dan N-ə neçə müxtəlif yol ilə getmək olar deyir. Bax, H-dan N-ə bir dənə yol var. Gördüyünüz kimi. Biraz açıq rənglə yazın. Bura 1. Bu yoldan söhbət gedir. K-dan N-ə yenə bir dənə yol var. Burada yazdıq 1. Bundan sonra gəlirik G-yə. Bax, üst tərəfdən, H tərəfdən dümdüz, bir də aşağıdan olmaqla 3 müxtəlif yolla G-dən N-ə getmək mümkündür. İndi düşürəm, bax, aşağı F-ə. F-dən sadəcə bir dənə xətt çıxır K-ya. K-ya da 1 yazmışıq. Elə bu 1-i olduğu kimi yazırsan bura. Gəlirsən növbəti mərhələdə Y-yə. Y-dən çıxan xəttlərə baxırsan, hə, artıq cavabı hesablayanlar var. Y-dən çıxan xəttlərə baxırsan, bu və bu. Yəni biri H-a, biri G-yə gedir. 3 və 1 yazmısan, bura yazırsan 4. Gəldik D-yə. D-dən çıxan xəttlərə baxırıq, 1, 2, 3 dənə xətt çıxır. Topla bunları 4, 3, 7, 1, 8. Bura yazdıq 8. S-yə gəldik 8 və 1. Topladıq, yazdıq 9. Gəldik B-yə, B-dən bir dənə xətt çıxır. Y-yə 4. Bura yazdıq 4. Və uşaqlar, deməli AC istiqamətində 9 yol qarşımıza çıxacaq. AD istiqamətində 8 yol. Topla bunları 17, üstünə də 4 gəlirsən, nə alırsan? 17 plus 4-dən 21. Belə. Uşaqlar, kim hansı üsula öyrəşibsə ondan yazsın. Yəni, məntiqində bir şey yoxdur. Buradan başladın, oradan başladın, eyni qədər ədəd yazırsan. Sadəcə, bayaq dediyim kimi, yəni kiməsə izah eləmək istəyirsənsə, D-dəki 8 nədir? Yəni, məsələn, bir avtomobil D məntəqəsində olsa, N-ə getmək üçün 8 dənə müxtəlif yolu var. Bir avtomobil C məntəqəsində olsa, N-ə getmək üçün 9 dənə müxtəlif yolu var. Bunların hər birinin bir mənası var. Amma A-dan başlayanda buralara 1 yaza gəlirsən və s. O zaman sənin tapdığın şey biraz daha fərqli olur. A-dan D-yə neçə yol var və s. bunu yazırsan. Yəni, riyazi olaraq gəlir, cavab alınır. Cavabın alınması ilə bağlı bir problem olmur. Yəni, əgər bunu heç cür başa düşmək olmursa, o birisi üsuldan da istifadə eləmək olar. Dediyim kimi, cavab alınır onsuz da. Uşaqlar, bu biraz da fərqlidir. İndi kim cavabı hesablayır, yaza bilsə, hesablaya bilsə, mesaj bölməsinə yazsın. Bir yerdə də başlayacaq hesablamağa. Baxın, bunun digərindən fərqi nədir? Məsələn, H-dan N-ə getməyə yol yoxdur, bu yoxdur. N-dən heç bir şəkildə sən çıxa bilmirsən, yəni N-ə gələ bilmirsən. Onda belə eləyəcəm, bax. H-a 0 yazıram. Niyə 0 yazıram? H-dan yəni N-ə getməyə yol yoxdur, 0. Yolların sayı. F-ə də 0 yazıram. Burada 0 yazdım və bayaqçı qayda ilə başlayıram hesablamağa. K-dan N-ə bir dənə yol var. C-dən, bax bu tərəf sayılmır deyə 0-dır axı. Bir bu, bir də bu. 2 dənə yol var. Burada 2 yazdıq. Y-yə gələndə 2 ilə 0-ı toplayıb yazırıq 2. D-yə gələndə burada 2 var, burada da 2 var, 4, burada da 0 var. Nə oldu? 2 plus 2, 4, üstə gəl 0 ilə 4 olaraq qaldı. Sonra C-yə gələndə C oldu 4. B, B-dən bir dənə bu çıxır. Bəli. Və artıq kifayət qədər çox cavab var mesaj bölməsində. Bu da oldu 2
Və hazırdır. AC istiqamətində 4 dənə yol var. Bu istiqamətdə AD istiqamətində 4 yol var və AB istiqamətində 2 dənə yol var. 4 plus 4 plus 2 olur 10 dənə müxtəlif yol. Belə. Uşaqlar, modelləşdirmə çox önəmlidir. Ona görə Udemy-dən əvvəlcə ev tapşırığı yazmışam artıq sizə qruplara ev tapşırığını. Əvvəl Udemy-dən işləyəcəyik, sonra DİM-dən işləyəcəyik. 2 dənə ayrı-ayrı sınaqlarımız olacaq, 3 dənə kahotumuz olacaq. Yəni əlimizdən gəldiyi qədər. Deyə bilərsiniz ki, hansısa test tipi var, ona baxmadıq və s. Gələn dəfə kahotları işləyəndə ev tapşırığı üzərində o digər şeylərdə sizə izah eləyəcəm. İndi gəlin baxaq nəticələrə, sonra videonu saxlayacağam. Fuad, Anar, və Uğur. Düşdüyümüz Dəniz və Ziya növbəti yerlər.